Biz bir müddət bundan qabaq idmanla süd vəzimi böyüdə bilərəmmi deyə bir video çəkmişdik. İndi isə bu videonun davamında daha bir sual meydana çıxır. Görəsən mən arıqlasam süd vəzlərimi kiçildə bilərəmmi? Ümumiyyətlə süd vəzisi stromadan və parenximadan ibarətdir. Parenxima yəni süd vəzisi toxumasıdır, stroma isə pi toxumasıdır. Bu asılıdır xanımın süd vəzisində stromanın yoxsa parenximanın çox və yaxud da ki az olmasından. Əgər xanımların süd vəzisində əsasən pi toxuması üstünlük təşkil edirsə, o zaman xanım arıqlayan zaman süd vəzləri kiçilə bilər. Yox, əgər əksinə, süd vəzlərində əsasən süd vəzi parenximası üstünlük təşkil edirsə, o zaman arıqlamağın süd vəzi kiçilməsinə heç bir aidiyyəti olmayacaq. Əgər siz arıqlayırsınızsa, o zaman süd vəzisində pi hüceyrələri kiçilərək süd vəzini kiçildə bilər. Amma bununla yanaşı, həm də süd vəzisi dərisi elastikliyini itirəcək və daha çox sallanma müşahidə olunacaq. Və üçüncüsü, arıqlayan zaman həmin bu süd vəzləri kiçilməsi simmetrik olmaya da bilər. Yəni bir süd vəzi digərindən daha çox kiçilər və asimetriya əmələ gələr. Bu da sizə psixoloji narahatçılıq törədə bilər. Odur ki, düşünürəm ki, arıqlamaqla süd vəzini kiçiltmək yerinə süd vəzisi üzrə estetik cərrahlara müraciət etsəniz daha doğru olar.